ADA Universitetində sertifikatlaşdırma 2026 səriştəli müəllim keyfiyyətli təhsil mövzusunda tədbir keçirilib. Tədbirdə çıxış edən Elm və Təhsil naziri Emin Əmrullayev bildirib ki, sertifikasiya prosesi təhsilin keyfiyyətinə müsbət təsir göstərir. 2022-26-cı illərdə ümumilikdə sertifikatlaşdırma prosesinə cəlb olunan müəllimlərin sayı 100 mindən artıqdır. Daha dəqiq 104.435 nəfər heç olmasa bir dəfə olsun sertifikatlaşdırmada iştirak edib. Və bu adamların sayıdır. Yəni təbii ki, elə adamlar var ki, onlar bir dəfə yox, 2 dəfə iştirak ediblər, amma 104.435 müəllimimiz artıq sertifikatlaşdırma prosesində iştirak edib. Bu bizim demək olar ki, bütün müəllim kontingentimizi əhatə edir. Yalnız 60 yaşından yuxarı olan müəllimlər bilirsiniz ki, könüllü iştirak edirdi. Yəni həmin qrup burada yoxdur və işə yeni başlamış və ya bu ya digər səbəbdən istisna qrupuna aid olan müəllimlər xaric olmaqda. Tədbirdə paytaxt və bölgələrdən sertifikatlaşdırma zamanı yüksək bal toplayan müəllimlər də iştirak ediblər. Mən bu cür dəvətə görə cənab nazirimizə təşəkkür edirik. Həm də həqiqətən sertifikatlaşma imtahanının nəticələrinin bu cür təhlil olunması çox böyük bir məsələdir. Onu deyim ki, yəni imtahan sualları düşündürücüdür, məntiqidir. Hər gün hazırlaşan müəllim üçün həqiqətən uğur qazanmaq mümkün olan bir şeydir. Tarix müəllimiyəm, sertifikatlaşdırmada 57 bal topladım. 5 ildir pedaqoji fəaliyyətlə məşğulam. Şəmkir rayonundan gəlmişəm. Mən Ağsu rayonundan gəlirəm, 56 bal toplamışam. Dövlətimizin təşkil etdiyi bu sertifikatlaşdırma imtahanından çox razıyam. Çox ədalətli şəkildə keçirildi. Tarix fənni üzrə sertifikatlaşdırma imtahanına 57 bal toplamışam. Bugün nazirlə görüş keçirdik. Çox xoş təəssüratlarla qayıtdıq. Biz yüksək bal toplayan müəllimlərə bu cür xüsusi bir diqqət və qayğının göstərilməsi çox xoşdur. Görüş, sual-cavab sessiyası ilə davam edir.